Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ahmeduhu ve esta'inuhu ve estağfiruhu ve etevekkelu aleyhi ve usalliye ve usallim ala Habibihi Resulil Azam Seyyidina Muhammedin il Mustafa. Ve alihi tahirin seyyema aliyyin emiril mu'minin ve habibetihi zehra'il merziyyeh vel hasen vel huseyn seyyidey şebabi ehlil cennet ve Ali ibnil Huseyn zeynel abidin ve Muhammed ibn Aliyyinil Bakir ve Cafer ibn Muhammedin Sadik ve Musa ibn Cafer'inil Kazim ve Ali ibn Musa Rıza ve Muhammed ibn Aliyyinil Cevad ve Ali ibn Muhammedin Hadi ve Hasan ibn Ali Zekiyil Askeri ve Hüccet ibn Hasanil Qaimil Mehdi. Salavatullahi aleyhim ecma'in usikum ve nefsi bi takvallah. Özümü və əziz qardaşları ilahi təqviya dəvət edirəm. Təzəvvədu fə innə xeyrəz-zəbit təqva. Allah Teala buyurur, bu dünyada azuqə yığın və ən xeyirli azuqə təqvadır. İmam Rıza Aleyhisselam buyurur, İnnə əşəddəl ibadəti əl-vərə. Həqiqətən ən şiddətli, ən çətin ibadət təqvadır. Başqa bir hədisdə vurğulanıb ki, işlərin ən fəzilətlisi, ən xeyirlisi çətin olanıdır. İnsan bəzən rahatlıq ardıncadır, asanlıq ardıncadır. Bu həqiqi asanlığı istəyirsə bilsin ki, çətinliklə yanaşır. İnnə mə'əl usri yusra. Çətinlik çəkmədən bilin ki, o dəyişiklik olmayacaqdır. Mən təqvalı olmaq istəyirəmsə, bu çətindir. Özümü aldatmayacağım. Mən o çətinlik hiss eləmirəmsə, çətinliklə qorunmuramsa, bilməliyəm, yolum düz deyil. İnnə əşəddəl ibadəti əl-vərə. Həqiqətən ən çətin ibadət təqvalı olmaqdır. İnsan gərək nəfsini əyaqlaya, o nəfsani istəkləri ki var, onların əyağını qoya onların üzərinə, onun əksinə hərəkət eləyə ki, təqva istiqamətində qərarlaşa. Və bu çətindir. Allah inşallah hər birimizi təqvalılardan qərar versin. Qabaqçı xütbələrdə qeyd elədik ki, dinimizin bir hissəsi düşmənləri tanımaq, düşmənlərin mübarizə yollarını tanımaq, düşmənlərlə düşmənçilik etməkdir. Bu hissiyə diqqət olunmayan din naqisdir. Həm daxili düşmən, ilk öncə daxili düşmən, o hər dəfə mən qeyd edirəm, çox önəmlidir. İnsan özünün daxili düşməninlə mübarizədə qalib olmasa, xarici düşmənlərin müqabilində qalib ola bilməz. Hər kim müvəffəq olub düşmənin qarşısında ilk öncə öz nəfsinə qalib gəlir. Onunla yanaşı bu unutmamalıyıq. Dinimizin xülasə bir hissəsi düşmənlərlə düşmənçilikdir. Düşmənlərin özünə uyğun nüfuz yolları var. Müsəlmanların və düşmənlərin əsas hədəfi budur ki, müsəlmanları dindən çıxartsınlar. Allah qanunlarından uzaqlaşdırsınlar ki, onların zərərinədir. Düşmən çalışır ki, müsəlmanı o dindən çıxartsın, müsəlman dinə əməl eləməsin. Niyə? Əməl eləsə özünün zərərinədir. Öz hədəflərinə çatmaq üçün gərək bu işi yerinə yetirsin. Və Allah Teala Quran-ı Kərimdə onların nüfuz yollarını bəyan edir. Bu həmin nüfuz yollardan biri mədəni mərkəzləri olan nüfuzdur. Baxın, hər bir cəmiyyətin sütununu, onun önəmli strukturunu, onun mədəniyyəti təşkil edir.
İslam cəmiyyətində, İslam camiyyəsində də həmin İslam mədəniyyətləridir onu ayaq üstə saxlayan. İslam mədəniyyətidir, İslam cəmiyyəti təşkil eləyir. Yəni, İslam cəmiyyətində gərək İslam mədəniyyəti hakim olsun. Elm və mədəniyyət yayan mərkəzlər həmin İslami mədəniyyəti yayılmasına səbəb olan o önəmli mərkəzlərdir, önəmli yerlərdir. Düşmən çalışır bu mərkəzlərə nüfuz eləsin. Düşmənlər həmin bu mərkəzləri hədəf alırlar. Niyə? Çünki bu mərkəzlər nə qədər fəaliyyətdədir, onların hilələri keçərli deyil. Ona görə bacardıqları qədər çalışırlar ki, nüfuz eləsinlər bu mərkəzlərə. Baxın, bu mərkəzləri ya aradan aparmaqla, ya bu mərkəzlərdə o həqiqi İslamı təhrif eləməklə, dəyişdirməklə çalışırlar nüfuz eləsinlər. Baxın, onlardan biri məscidlərdir. Bu həmin mərkəzlərdən biri məscidlərdir. Biri ziyarətgahlardır, hərəmlərdir. Niyə mübarizə aparırlar bu qədər? Hərəmləri niyə aradan aparmağa çalışırdılar? Allah İslam müqavimətçilərini hifz eləsin. Bir dəqiqə onlar İslam mərkəzlərini, bu mədəni ocaqları onlar qoruyurlar. Əgər onlar olmasa düşmən bir an belə səbr eləməz bu mərkəzləri aradan aparar. Nə işi qalıb düşmənin məscidlərlə? Nə işi qalıb hərəmlərlə? Niyə dağıdır bunları? Bu prizmadan baxın bütün məsələlərə. Düşmən niyə uşaqların məscidə gəlməsinlə mübarizə aparır? Düşmənin əlaltıları, kölələri də bunu icra edirlər. Niyə? Çünki bu ocaqlarda İslam mədəniyyəti yayılır. İslam mədəniyyəti düşmənə sərf eləmir. Düşmən bacardığını eləyir ki, bu yerlərə dediyim formada nüfuz eləsin. Ya aradan aparmaqla, bəzən aradan apara bilmir. Və yaxud qeyd elədiyim kimi, müsəlmanlar ayıqlıq, bəsirətli olduqları müddətdə bunu dərk eləyirlər və bunun qarşısını almağa çalışırlar. Aradan aparmağa bacarmadıqları formada o psixoloji müharibəyə girişirlər. Rəvani müharibəyə girişirlər və çalışırlar ki, təhrif eləsinlər. O mərkəzlərdə o həqiqi İslamın yayılmasının qarşısını alsınlar. Məscidlərdə özlərinə sərf eləyən ruhaniləri nəsb eləsinlər, onları gətizdirsinlər. Çünki bunlara bu sərf eləyir. Düşmənin hiləsini bəyan eləyən, düşmən şünaslıqdan danışan, düşmən İslamın ədalətdən, həqiqətdən, düşmən şünaslıqdan olan bəhslərinə işarə eləməyən ruhaniləri qoymaqla ölkədə, cəmiyyətdə, dünyada baş verən hadisələrə işarə eləməyən ruhanilərin olması onlara sərf eləyir məscidlərdə. Bu mədəniyyət mərkəzlərini düşməndən qorumalıyıq ki, heç birinci vəzifə budur. İkinci, fəsadın qarşısını almaq üçün həmin mədəniyyət mərkəzlərini inkişaf etdirməliyik. Məsələn, baxın, düşmənin kilsələrlə heç bir işi yoxdur. Kilsələrdə nə olur? Girirlər, bir müddətdən bir günahların bağışlanmaları üçün girirlər, o keçmiş günahlarını bağışlatdırıb, belə rahat çıxırlar. Düşmənin nə işi qalıb bu mərkəzlərlə? Düşmənə sərf edir. Düşmənin işi o mədəniyyət ocaqlarındandır, o elmi hövzələrləndir, o məscidlərləndir, o hərəmlərləndir ki, orada həqiqi İslam yayılır. O həqiqi İslam onlara sərf eləmir. Ona görə düşməndən qorumalıyıq bir,
həm təhrifindən, həm fiziki olaraq hər cəhətdən onların zərər yetirməsindən qorunmalıdır bu mədəniyyət mərkəzləri. Və həm də bu məscidlər, mədəniyyət mərkəzləri həqiqətən İslam mədəniyyətini yayan bir mərkəzlərə çevrilməlidir. Baxın, İslamla mübarizə aparmaq üçün, İslam cəbhəsinlə mübarizə aparmaq üçün münafiqlər tərəfindən yaradılan Zirar məscidi bu hədəfi daşıyırdı. Məsciddir, amma bu hədəflə qurulub ki, orada həqiqi İslam deyil, düşmənə xidmət edən İslam və İslamla müqabilə aparmaq üçün mübarizə aparılsın. Düşmənin o nüfuz yollarından biri budur. Zirar məscidi bunun bariz nümunəsidir. Bu günlərdə də müxtəlif yollarla yenə düşmən nüfuz edir. Ən önəmli nüfuz yollarından biri də qeyd elədiyim kimi məscidlərdir. Düşmən niyə İmam Hüseyin məclislərindən mübarizə aparsın? Niyə uşaqların gəlməsini qadağa qoysun? Halbuki müxtəlif görürsünüz mərasimlər ki, qat-qat daha qorxuludur uşaqların məscidə gəlməsinə, ona şərait yaradır, bunun isə qarşısını alır. Ayıq müsəlman, bəsirətli müsəlman bu kimi hilələrə aldanmamalıdır. Əksinə görməlidir, düşmən bu evladların gətirilməsini qarşısını alırsa, daha çox evladlarını gətirməlidir məscidə. Əks halda düşmənə köməklik edir. Düşmən o yaxşı başa düşübdür. Bunu ki, o uşaqları gərək indidən qarşısını alaq məscidlərə getməyə. Biz amma o düşmənin hiləsindən sonra bəzən köməklik edirik, təəssüflər olsun və uşaqları əksinə gətirməyimizi azaldırıq. Düşmənin nüfuz yollarından biri də buydu, mədəni mərkəzlərə nüfuz. Bunun qarşısında diqqət və agahlıq bunu tələb edir ki, nə qədər bacarırıq bu mərkəzlərdə çalışmalıyıq, İslam mədəniyyəti, həqiqi İslamın daha çox yayılmasına yardımcı olaq. Məscidlər yalnız bu ibadət və yaxud dediyim kimi gedib bağışlanma sadəcə diləyib çıxmaq yeri deyil. Məscid bir dənə bir ocaq olmalıdır, elm yayılsın orada. Bir ocaq olmalıdır, orada ictimai məsələlərə işarə olunsun. Bir yer olmalıdır ki, doğrudan müsəlman fəqirlər ora pənah gətirsin, oranı bir dənə bir kömək yeri bilsinlər. Məscidin özü axtarıb, araşdırıb o fəqirləri tapıb fəaliyyət göstərməlidir. Düşmən istəmir bu işlər yerinə yetirilsin. Allah inşallah müsəlmanlara bəsirət və agahlıq nəsib eləsin. Allah Teala düşmənin hilələrini özlərinə qaytarsın. Allah Teala başda Fələstin, Qəzzə xalqı olmaqla bütün dünyada zülmə məruz qalanlara yardım etsin. Allah Teala İslam bayrağını bütün bayraqlardan uca eləsin. Din yolunda, İslam yolunda dünyadan köçənlərə Allah rəhmət eləsin. Məqamları ucadır, daha uca qərar versin. Ruhlarını bizə, məscidimizə duaçı qərar versin. Allah Teala hidayət olmayan İslam düşmənlərini məhv nabud eləsin. Allah Teala aqibət və axirətimizi xeyirli qərar versin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus samed ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.